Bəruz müəllim, bax indi bu İran ətrafında proses onsuz da mürəkkəb idi, çox mürəkkəb idi və biraz da demək olar ki, o dolaşıqlığı artıran daha bir məqam ortaya çıxdı. Biz indi nəyə gözləməliyik? Bax bu məsələnin ətrafında. Çünki Prezident İlham Əliyev bu günləri müşavirədə çox vacib məqamları dilə gətirdi, bildirdi ki, bu yol verilməzdir. Digər tərəfdən də Azərbaycan tərəfi tam hazırlığını nümayiş etdirdi. Hətta silahlı qüvvələrimiz də demək olar ki, hazırlıq vəziyyətinə gətirilib və Müdafiə Nazirliyinin də özünün bəyanatı oldu. Bax, bundan sonra biz hansı transformasiyanı gözləyə bilərik? Mənə elə gəlir ki, İran tərəfi bilmənalı üzr istəməlidir. Bir daha axşamınız xeyir olsun. Əvvəlcə ondan başlayaq ki, bir dövlət üçün yol xəritəsi aydın olmadıqda bu daha təhlükəli vəziyyətə gətirib çıxarır. Azərbaycan prezidenti bugün Təhlükəsizlik Şurasının iclasındakı nitqi ilə eyni zamanda verdiyi tapşırıqlarla, həmçinin silahlı qüvvələrin müvafiq səfərbərlik vəziyyətinə gətirilməsi ilə dövlətimizin böhran idarəçiliyinə tam mənada hazır olduğunu, eyni zamanda gücündən və imkanlarından, durumundan asılı olmayaraq istənilən subyektin təhdidinə qarşı çevik reaksiya qabiliyyətini ortaya qoydu. Əlbəttə, İran ətrafında vəziyyət çox gərgindir, amma nəzərə alaq ki, İranın bugün ərazilərini bombaladığı, bu və ya digər formada aqressiyaya məruz qoyduğu dövlətlərlə Cənubi Qafqaz kimi mürəkkəb bir bölgədə, həmçinin Cənab İlham Əliyev tərəfindən qlobal maraqların uzlaşdırıldığı, qlobal tranzit xabına çevrilən Cənubi Qafqazın əsas güc mərkəzi olan Azərbaycanı bir tutmaq olmaz. Birincisi, Azərbaycana atılan hər bir güllə, mən hələ uçuş aparatlarını demirəm, burada böyük güclərin Azərbaycanın milli maraqları rəhbər tutularaq təmin olunmuş, uzlaşdırılmış maraqlarına atılan güllədir. Bu, İranın vəziyyətini xeyli dərəcədə çətinləşdirə bilər. İkincisi, bilirsiniz ki, Azərbaycan prezidenti müvafiq tapşırıqlar verdi, aidiyyatı tədbirlər planı hazırlanacaq və silahlı qüvvələrimiz bu istiqamətdə aidiyyatı təlimatları alacaq. Təbii ki, silahlı qüvvələrimizin qarşısında vəzifələr aydındır, bütün variantlara hərbi ekspertimiz də burada təsdiq edə bilər, bütün istiqamətlərdə mümkün tədbirlərə hazırdır. Cənab Prezident indiki halda aidiyyatı tapşırıqları ilə həm də İran tərəfinə bir şans verdi ki, mövcud səhvin nəticələrinin aradan qaldırılması istiqamətində addımlar atsın. Dərhal əks həmlə ilə də, dərhal əks reaksiya ilə də proseslə bağlı aidiyyatı addımları ata bilərdik və hər kəs də əmin olsun ki, Azərbaycanın bütün qonşularına və bütün dünyada öz maraqlarına münasibətdə addımlar, planları hazırdır. Bəli, biz müharibələri konstitusiyon qaydada, konstitusiyamızın 9-cu maddəsi ilə beynəlxalq münaqişələrin həlli üsulu kimi tam şəkildə rədd edirik. Biz başqa dövlətlərlə yenə konstitusiyon olaraq münasibətlərimizi beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplər əsasında qururuq. Amma eyni zamanda biz həm də özümüzü qorumağa məhkumuq və üstəlik bizim özümüzü qorumaq qabiliyyətimiz yalnız çıxışlarda, bəyanatlarda və ritorikada deyil. Azərbaycan prezidenti istər ideoloji əsaslarda, istər hərbi, texnoloji imkanlar baxımından güclü ordu qurub. Eyni zamanda Azərbaycana qarşı bugünkü təcavüz, mən bunu təcavüz hesab edirəm, bunu beynəlxalq hüquq təcavüz hesab edir, həm də Cənab İlham Əliyev də ifadə etdiyi kimi terror aktıdır. Bu, həm də beynəlxalq hüquqa, beynəlxalq birliyə yönəli haldır. Çünki BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində açıq şəkildə ifadə olunub ki, BMT-yə üzv olan dövlətlər bir-birini güc tətbiq etməməlidir və güclə hədələməməlidir. Eyni zamanda bilirsiniz ki, 33-14 sayılı BMT Baş Assambleyasının qətnaməsi var. Həmin qətnamədə təcavüzün tərifi ən geniş formada verilib və bildirilir ki, çox sayılı orada nüanslar var, onlardan şərtlərdən də biri odur ki, başqa dövlətin ərazisinə hücum və yaxud bombardman. İndiki halda Azərbaycan ərazisinə qarşı İran silahlı qüvvələrdən istifadə edib, yəni uçuş aparatı, pilotsuz uçuş aparatı, Azərbaycan məktəbini hədəf alıb, Azərbaycan hava limanını hədəf alıb. Bu artıq təcavüzdür. Bu, eyni zamanda beynəlxalq hüquqla ən ağır cinayət hesab olunan sülh əleyhinə cinayətdir. Və təbii ki, Azərbaycan ilk növbədə öz maraqlarını, mənafələrini, ərazi bütövlüyü və suverenliyini qorumağa məhkumdur və buna qadirdir. Eyni zamanda bu həm də beynəlxalq öhdəliyimizdir ki, bu kimi cinayətlərin qarşısını alaq. Və Azərbaycan beynəlxalq birliyin samballı, səbatlı və qadir üzvü kimi təbii ki, istənilən təhdidin qarşısını ala bilər. İndiki halda, bilirsiniz, gəlin reallıqlara baxaq. İran faktik olaraq təklənib. Belə olan məqamda dünyada yeganə lider Cənab İlham Əliyev oldu ki,
Amerika Birləşmiş Ştatları ilə bizim strateji xartiya imzalamışıq bu yaxında. Münasibətlərimiz tam yeni dövrə qədəm qoyub. İsraillə kifayət qədər yüksək münasibətlərimiz var. Bütün bunların fonunda Azərbaycanın gücü, imkanları, qətiyyəti, müstəqil siyasi, xarici siyasət kursu, çox vektorlu xarici siyasət kursunun müstəqil şəkildə davam etdirmək bu hər dövlətə nəsib deyil. Bax, bu bizə imkan verdi ki, cənab İlham Əliyev o müttəfiqliklərinə rəğmən İran səfirliyinə getsin və başsağlığını çatdırsın. Dünyada ikinci belə bir nümunə var idimi? Amma bundan sonra üzərindən 24 saat belə keçməmiş İranın Azərbaycan ərazisini hədəf alması, bu doğrudan da qeyd olunanlar fonundan nankorluqdur. Və anlaşılmaz bir hadisədir. Bilirsiniz, indiki halda yenə də İranın şansı var idi ki, bu prosesləri azmış hansısa uçuş aparatı hesab edəydi və yaxud üzr istəyəydi və s. və ilə. Amma görünən odur ki, istər İranın aidiyyəti silahlı qüvvələri, Sepahın Telegram kanalındakı mövqeyi, eyni zamanda İran Xarici İşlər Nazirliyinin bununla bağlı ayrı-ayrı rəsmlərin məsələni araşdıracağını deməsi və s. Bunlar məsələni həll etmir. İranın yeri gələndə o uçuş aparatlarının azıb şimala doğru istiqamət götürməsi mümkün deyildi. Artıq bu sual doğru ki, niyə? Yəni şimalda sizin hansı düşməniniz var? Bəli, bax budur məsələ. Bu kimi suallar İranın əslində iç mahiyyətini açıb çıxarır ki, necə ki Azərbaycanın Tehrandakı səfirliyinə vaxtında hücum olmuşdu. Bu hücum əslində mahiyyətcə həmin terror mahiyyətcə onun davamıdır. Terrorun davamıdır və dövlət başçımızda kifayət qədər aydın şəkildə mövqeyini ortaya qoydu və biz mövqeyimizdə qətiyyətli şəkildə davam edəcəyik. İndiki halda İran məsələnin dərhal araşdırılmasını, dərhal vurulan ziyanın təmin edilməsi ilə bağlı real mövqe ortaya qoymalı və üzr istəməlidir. Çünki bir daha deyirik, biz bölgədə yeni qarşıdurma arzulamırıq. Amma maraqlarımız, mənafelərimiz, o cümlədən beynəlxalq hüquq bizə imkan verir ki, özümüzü tək və istədiyimiz müttəfiqlə birlikdə kollektiv şəkildə BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən biz qoruyaq. Və üstəlik bir məqamı da qeyd edim, beynəlxalq hüquq qeyd etdiyim o təcavüz aktı, həmçinin Kampala düzəlişləri, beynəlxalq cinayət məhkəməsinin Roma statutunun müvafiq Kampala düzəlişləri oldu 2010-cu ildə. Bütün bunlar bizim üçün yaşıl işıqdır ki, biz özümüzü müdafiə edək və bu beynəlxalq aqressiya sayılmasın. İndiki halda bir daha deyirik. İran nəhayət o özünü virana döndərən bu siyasətindən əl çəkib, nəhayət biz ərazilərimizdən İrana qarşı istifadəyə imkan verməmişik. Vermədik və bunu dəfələrlə demişik. Heç kim bilmir ki, bu reallığı əldə etmək üçün cənab İlham Əliyev pərdə arxası kimlərlə mübarizə aparıb, kimlərə yox deyib və kimlərə Azərbaycanın suveren iradəsini sözün əsl mənasında təsdiq etdirib. Bu asan məsələ deyil. Yox dedim, keçdim deyə siyasətdə bir şey yoxdur. Cənab İlham Əliyev bu reallığa nail olub. İran ona görə də özünün sərhədlərinin ən təhlükəsiz istiqaməti olan Azərbaycana münasibətdə əslində bu addım atmaqla özünün oturduğu budağı kəsmiş oldu. Bəli. Vəziz müəllim, Azərbaycan artıq demək olar ki, əlaqəni quru yollar üzrə İranla kəsdi. Sərhəd bağlandı. Yəni, faktiki olaraq biz görün, hansı məqamda buna getməli oluruq. Bir yandan İranın özündən, başqa dövlətlərin, 50-yə yaxın dövlətin, vətəndaşlarının təxliyəsində biz yaxından iştirak etdik. İran tərəfi ilə bu razılaşdırılmış idi. Amma İran tərəfi elə bir vəziyyət yaratdı ki, indi biz artıq bütün, deyək, sərhədlərdə qıfıllar asmalı olduq. Bu, İrana lazım idi. Nə qazanacaq İran bundan? Əslində, İranın nə qazanacağını o özü də dəqiq bilmir. Çünki daxilindəki hərbi siyasi rəhbərlik arasındakı qarışıq durum, səlahiyyət toqquşmaları, xüsusi müharibə dövründə ziddiyyətlər fonunda bunu qiymətləndirmək o qədər də asan məsələ deyil. Amma başqa bir məsələ, İran daxilində siyasi parçalanma, İranda hərbi rəhbərliklə siyasi rəhbərlik arasında hansısa ziddiyyət, bu Azərbaycanın problemi deyil. Bu, Azərbaycan vətəndaşının, Azərbaycan dövlətinin maraq və mənafeləri bahasına başa gəlməməlidir. Ona görə də İran beynəlxalq subyekt kimi daxili problemlərini daxildə saxlayıb, qonşularına münasibətdə davranışlarını ehtiyatlı atmalıdır. Xüsusən də, bir daha qeyd edirəm, heç vaxt İrana xəyanət etməyən, öz ərazisindən İrana qarşı istifadəyə imkan verməyən bir dövlətə münasibətdə. Azərbaycanın İrana göstərdiyi hörmət, ehtiram, heç bir başqa dövlət bu ehtiramla İrana yanaşmayıb. Ona görə də İran nankor davranmamalıdır. Bu kimi alçaq addımlardan çəkinməlidir dövlət başçımızın təbirincə desək və eyni zamanda da Azərbaycan bugün İran indi dünyaya ün salır ki, hücum edənlər İranda məktəbləri vurublar. İranın bugün etdiyi ondan fərqlidirmi? Sadəcə taleyin qisməti belə gətirdi ki, o raketin şükürlər olsun. Bəli, çox şükürlər olsun ki, həmin o puaların düşdüyü ərazidə
şagirdlər yox idi. O məktəbə düşsəydi, dərs siniflərinin üzərinə düşsəydi, təbii ki, məktəb zərər, xətər yetirildi məktəbin binasına, amma bir anlıq təsəvvür eləyin. Bütün bunlar onu göstərir ki, İran uşaq qanı üzərindən, körpələrin qanı üzərindən, şagirdlərin qanı üzərindən siyasət həyata keçirməyə çalışır. Məqsəd də nədir? Təxribat törətmək. Məqsəd də nədir? Eyni zamanda bölgədə dünyanı sanki dinc əhalini hədəfə aldığına görə dünyanı şantaj etmək, eyni zamanda da ayrı-ayrı bölgələrdə özünün bu və ya digər formada aktivləşə bilən, aktivləşə bilməyən proksi qüvvələrini hərəkətə gətirmək. Azərbaycan amma güclü dövlətdir. Azərbaycanın nəinki öz ərazisində, ərazisindən kənarda dünyanın bir çox bölgələrində beynəlxalq terrorizmlə böyük və uğurlu tapşırıqların yerinə yetirilməsi və terrorizmlə, cinayətkarlıqla mübarizə təcrübəsi var. Və indiki halda Azərbaycana da yox. Yəni, bu mənada hesab edirəm ki, İranın bu addımı əslində özünə güllə vurması kimi bir addım idi. İndiki halda bəli, Azərbaycan bilirsiniz ki, son saatlara qədər dünyada İrandan insanların təxliyə olunması istiqamətində əsas fəaliyyət yükünü üzərinə götürmüş, əsas humanitar məqsədləri üzərinə götürmüş dövlət idi. İran əslində bununla bir daha onu göstərdi ki, bu qapını da bağlamaqla İran göstərdi ki, o heç bir halda insan amilinə dəyər vermir. Və belə olan halda təbii ki, İrandan gözləntimiz, xüsusi bir gözləntimiz ola bilməz və düzdür, indi onun Azərbaycan ərazilərini atəşə tutmasını biz gözləmirdik, amma baş verənlər heç bizi təəccübləndirmədi də. Çünki İranın mahiyyətinə uyğun davranış elə bu idi.